Hə, uşaqlar biz bilmədik indi hardan kəsilib, nə olub. Buraya qədər hissəni başa düşdük. Burada deməyim nə idi? Deməyim o idi ki, burada sadəcə olaraq koordinatlar verilirsə bu əlverişlidir, bucağı verilirsə bu əlverişlidir. Ondan hərəkət edirik. İndi mən burada yazdıqlarımı, bunların ikisini əlaqələndirib də K-dan və B-dən asılı olaraq qrafikin vəziyyətini müəyyən edə bilərəm. Elə deyil. Nə yazırıq? Yazırıq ki, birinci hal. K böyükdür 0, B də böyükdür 0. K da B də 0-dan böyükdürsə, bu hansı hala oxşayır? Bax, bunu görürsünüz, bu qrafikə oxşayır. K'sı da böyükdür 0, B'si də böyükdür 0. Yerləşir birinci rübda, ikinci rübda, bir də üçüncü rübda. Görə bildiniz uşaqlar, burada 2 rübdə yerləşirdi, B0 idi, 2 rübdə yerləşirdi. Amma burada artıq genişləndi, 3 rübdə yerləşir. Yəni, burada K'nın bunu oynatması da eyni zamanda 3 rübdə ola bilər. Olacaq daha doğrusu. Olacaq, həmişə olacaq. Burada birinci rüb, ikinci rüb, üçüncü rüb. Sonra, ikinci sual. Qabağımızda belə bir sual çıxa bilər ki, tabii de oradan görünür normal. Belə bir sual çıxa bilər qabağımızda ki, bəs K böyükdür 0, B kiçikdir 0. Uşaqlar, 0'a bərabər halları göstərmişəm də əvvəlki ilə nə edir? 0'a bərabər hallarına işimiz yox. K'nın 0'dan böyük, B'nin 0'dan kiçik olduğu hallarda qrafik bax, belə aparacaq özünü. Bunun kimi olacaq. 1, 3, 4. Birinci rüb, üçüncü rüb, dördüncü rüb də olacaq. Bəli, birinci rüb, üçüncü rüb və dördüncü rüb. Bu ikinci. Üçüncü nətər olacaq? K'nın müsbət qiymətlərinə görə hər şey dedik. Elə? K, indi 0'dan kiçik olsun. B böyükdür 0 olsun. K 0'dan kiçik, bunu yeni bir qrafik kimi burada çəkəcəm. X, burada Y. Diqqət edirsiniz. Başlayır, K'nın 0'dan kiçik qiymətləri. Başlayır. Belə olmalı əslində. Bax, bu qrafik. K 0'dan kiçikdir, B 0'dan böyükdür. Grafik yerləşir hansı rübdə? Birinci rübdə, ikinci rübdə, bir də dördüncü rübdə. 1, 2 və neçənci rüb? Dördüncü rüb. Bir də mənfi olan hal. Bir də mənfi olan hal var. Mənfi olan hal, yəni B'nin mənfi olduğu hal var. Və buradan buna dördüncü hal kimi yazıram. Əgər K da 0'dan kiçikdirsə, B də 0'dan kiçikdirsə, o zaman qrafik yerləşəcək hansı rüblərdə? İkisi də 0'dan kiçikdirsə, ikinci rüb, üçüncü rüb, dördüncü rüb. 2, 3 və dördüncü rüblərdə yerləşəcək. Görə bildik uşaqlar. Yaxşı, nəyi görmədik, nəyi demədik? Demədiyimiz bir şey oldu. Belə, yəni orada alınmayan, uyğun gəlməyən, belə deyək də, beynimizin həzm eləmədiyi bir yerlər varsa, deyin, izah edin buna. Şimdi burada konkret misallara baxarıq. X plus B-də vəziyyət necədir? Bir də uşaqlar, mən bir şey demədim. Nəyi demədim? B, əslində ehtiyac görürəm. Çünki bunları anlatmışıq da. Burada sən X'in yerine 0 yazsan, B alacaqsan, düzdür? Dolayısıyla B nədir? Y oxunu kəsdiyi yerdə, elə Y-in qiymətidir. B 3'dür. Y oxunu kəsir burada, Y-in qiyməti 3'dür. X'in yerine 0 yazmışaq. Elə? Yaxşı.